Sabahınız xeyir qızlar. Getdim marketə, belə özümə kartoflu xaçapuri götürdüm. Bir də belə özümə çay hazırladım. Qızlar, zəng gəldi ki, mənə Temu bağlamam var. Düşdüm onu götürüm. İndi evə gedim, bir-bir açıb paylaşacağım sizlərlə. Qızlar, yeni Temu paketim gəldi. Onları bir-bir açıb içindəkiləri göstərəcəm. Daha çox İlqar üçün sifariş vermişəm. Ad günü üçün ona bir neçə dekor, şarlar, bir də geyim sifariş vermişəm. İndi onları açıb göstərəcəm sizə. Kızlar, bu hediyeli karobka şeklindədir. Bunun içine hediye koyacağım İlqar üçün. Ona göre bu belə açıb inşallah ad günündə evi bəzəyəndə bunu da hazır şəkildə sizə göstərərəm. Bunun qiyməti 4 manat idi. Bir də belə bir hediye paketi. Bu da böyük formadadır. Açığı bu biraz kiçik formadadır gəlib. Yəqin ki, ölçüsünə çox fikir verməmişəm. Biraz balaca karobkadır. Bu isə belə iridir. Bu da çox şirindir. Bunun da qiyməti 2 manat 88 qəpik. Bir də bunu açayım. Bu şamal malıdır. Bu belə 2 rəqəmli şamdır. Göstərim sizə. Belə bu formada. Bunun da qiyməti 1 manat 88 qəpik. Bir də belə bir şamlar sifariş vermişəm. Belə ayı formasında tortun üstünə qoymaya. Bunlar da çox şirindir. Bunun da qiyməti 3 manat. Kızlar, burada da belə dekor düşündü. İçində şarlar çoxdur. Sadəcə bilməm, bu formada göstərsəm siz biləcəksiniz. 3 manat 48 qəpikdə bunun qiyməti idi. Belə içində belə 2 rəqəmidir şar. Bir də belə ayı formasındadır. Belə şardır. Bir də belə içində kiçik şarlardır. Kızlar, bu da İlqar üçün sifariş vermişəm. Belə bir payız geyimidir. Bu çox hoşuma gəldi. Mən 2-3 yaş götürmüşəm. Qiyməti də 9 manat 16 qəpik. Belə şalvarıdır. Kızlar, bu çox hoşuma gəldi. Eləsi payıza uyğundur. Bir də belə uzun qol koftasıdır. Növbəti bir dənə də belə payız geyimi ev üçün sifariş vermişəm. Kızlar, mən bunları 100% pambıq, yəni materialı pambıqdır. Bu da 7 manat 26 qəpik. Belə bu formada. Bu da onun koftasıdır. Növbəti 2 dənə də belə iç geyimi götürmüşəm. Bunu da qiyməti düz açıb göstərə bilməyəcəm. Qiyməti 9 manat 26 qəpik idi. Kızlar, Araz marketə gedib belə bir dondurma almışam. Eskimo'nun bubblegumlu. Çox maraqlı dadı var. Eyni ilə elə saqqız dadı verir, elə belə. Çox xoşuma gəldi, çox bəyəndim. Bir dənə də dondurma almışam. İndi onu da sizə göstərəcəm. Kızlar, Araz marketdən
Oreo'nun da bu növünü də aldım. Qiyməti 2 manat 35 qəpik idi. Qızlar, belə bu formadadır. İndi dadına da baxım deyəcəm sizə. Qızlar, dadına da baxdım. Eyni ilə elə Oreo peçenyesinin dadını verir.